dənə güllərin gözəlliyinə baxın. 28-dədir bura metro çıxışından bir 5 dəqiqəlik məsafədə. Çoxdur, dəhşət, baxın. Gözəldir. Burada da güllər var. Gəlin onları da göstərim. Böyle hazır buketlər də var. Sağ ol nəmi. Bazar olsun. Nazən pul çıxarır. Şot ödüyor Nazən. Restorana gəlmişik belə, dönər yerlər. Ay Zeynep, sənə güzəldir. Çox güzel. Baba, çıxalım, başlayalım. Deməli, indi gəlmişik bir dənə obyektə. Obyekt deyiləm. Uşaqlar datışmışam. Sizin səs gəlməyəcək, mən də gələcək. Qızlar deməli toyuq dönər götürdülər, mən götürmədim. Coffee shop'a gedəcəyik, çəkiliş eləməliyəm. Əslində balıq əkmək istədim. Dedilər ki, yaxşı olmayacaq, ona görə götürmədim mən də heç nə. Dönərlərimizə baxaq. Tələbə yeməyi. Dönərlərimiz gəldi. Söz deyirəm, buranın adı nə idi və buradan heç vaxt dönər almağınızı tövsiyə eləmirik. Niyə? Çünki çörəyi çox qurudur, dadsızdır. Amma bizim universitetdə 1.60 olan dönər bu 3 manat olan dönərdən daha milyon dəfə daha dadsızdır. Və artıq 1.60 deyil, 2 manatdır. Amma buranın halal sertifikatı var. Bizim universitetimizin dönərinin əti bilmirik paradır. Uşaqlar, deməli Nisa xanım ətrin reklamını eləyir. Bu da həmin o marka. Bayaq bu qədər şey yedik, içdik, amma çəkə bilmədik. Uşaqlar 4 dənə kofe aldıq, bir dənə də desert aldıq. Bu çox qəşəng dadlı desert idi. Hələ qaldı. Adını da deyim. Chocolate cake. Yes, məkanı da birazdan paylaşacağım. Gözlə belə elbəyə çəkim. Baxın, çox qəşəng yerdir. Davay, başladın sizi backstage. Səsin ver, səsin ver. Qablaşdırılması ayrı gözəldir, çox şirindir. Tam hədiyyəlikdir. Yəni bunun o tərəfəsi yoxdur. Mən düşünmürəm. Gəlin içini göstərim sizə. Belə içinə xüsusi not da qoyublar, çiçək də göndəriblər. 2 dənə ətir də göndəriblər. Düzü mənə hədiyyə göndəririk deyəndə mən düşündüm ki, bir dənə ətir göndərərlər. Çünki məndən ən çox sevdiyim ətiri soruşanda mən Good Girl ətirini dedim. Burada 2 dənə ətir görürük və birinci belə bir not bizi qarşılayır. Notda deyirlər ki, ən yaxşı sirlər həmişə 2 qat olur. Bu 2 ətir sizin kəşfiniz olsun. Çox sağ olun, minnətdaram sizə. Baxın, səhifənin adı da burada belə qeyd olunub. İstəsəniz ətir sifariş edə bilərsiniz, hədiyyəlikdə kiməsə verə bilərsiniz. Mən yenə də buralarda bir yerlərdə səhifənin adını da etiket eləyəcəm. Belə çox gözəl, minnoş, incə düşünülmüş gül də göndəriblər. Burada ətirlərim, təzə ətirlərim istifadə eləyəcəm mütləq şəkildə, bəyənərək. Daha buradan öz minnətdarlığımı bildirirəm. Yaxşı böyük. Bu da mənim. Ay bir an. Bunu önden. Neyim oturun yere. Gözümle oturun. Emine bak sol bak görün ben düşünüyorum. Yok Emine o tarafa gel. O tarafa gel. Ay kız eriyor. Çok güzel. Sen sola Emine de oradan kapışsın gelsin sen tutsun ele. Gül atılmış. Ay ya buradan çok ha. Güvenme. Ben güvenme diye. Gözlüğüm onu biraz yukarı koyayım. Aşağıdan bizi çekelim. Değişiye koy da orada. De bura koyuyorum. Biraz aşağı indir başını. Bir tane gözden ise özümü at əməlli. Yaxşı güvenme, narahat olma. Onda biraz da kadrajı böyle götürün. Ben düşmüm. Gülüm yaxşıdır. Biraz bir tarafa Ses otur. gülüm. Biraz ters otur. Ha.
Все. Bir dəqiqə eləyim buradan. Kulağın görünür. Evet, kulağını düzelt. Kulağın açık kalır birazdan. Başqa tür eləyə bilərik. Bilirsən güvənmədən. Давай. Bakın kulağı var. Ha, все. Kulağıma baxın. 1, 2, Əminə dəqiq güvənim. Bəlkə ayaqüstə çəkək bu videonu, ancaq oturub çəkirsən. iki dəfə də seçək. Davay. Gel. Bunu da çək. Çünki ayaqüstə yıxılsan daha Bu düşməyəcək. Bu düşməyəcək. Düşməyəcək, ona görə deyirəm oturub bu çəksin. Ən yaxşı oturmaq. Otur, otur. Otur sən yerdə. Sənə gecə otur. Bəlkə bunu əlinə tutub çəkəsən belə. Yox, o deyil. Dağıttız, Əminə. Düzəltin onu, tez ol. Yoxdu çəksəydik. Əlim qalıb belə qal. Allah əlim qalıb belə. Yıxdırmışam. Tamam başını bura, o tez olsa dayanıb özü başlayır da. Ha, Hazırsın. Ya, davay. başlayalım. Mesela stolu biraz yan qoyacaq, şöyle tutabilirim. Bu təzən gəlsin. Bu təzən Gel gəlsin. durmuş. Nazan sən vermə onsuz səsi. Davamlı gedəcək. Özün düz duram. Davay. Hadi belə keçin düşmə. Benim səsi ya yox idi. Hə? Benim səsi ya yox. Ver. Saçının qırağını düzelt. O bir tərəfə. Yuxarısın. Hə. Bir dənə də elə. Sol əlim qaşını tullan. Sağ yoxsa sol qaşına gəlir. Soldan çıxır. Soldan çıxır, sağdan gəlir. Все, day. Əminə çəkil. Solda sağdan mı sən? Hı. Biz sən nə fərd eləyə Deyimə bilərik? qulaq Biz sən nə Hə? eləyə bilərik? Bir dəqiqə ağlıma bir fikir gəldi. Yaxşıdır. Biz sən nə fərd eləyə bilərik? Sən bayılasan, mən də gizlin gəlib ətirləri götürüm qaçım. Vay elə də olar. Mən ətri qoyandan sonra götürəcəm. Sən arxaya yıxıb vay, mən gəlim tez belə götürüm hamısını qaçım. Sənin duxsun qapağı oralarda bir yerə tak düşdü. Əminə gəlib gətirə bilərsən. Çox utanırsan. Mən tanımıram. Gəl gedək gətirək gələk. Gəl. Yo kimin? Utanıram kamera ilə gedək. Gedək gətirmək üçün kimsə utanır. Gözdə bu məkanda 2-3 aksiyon. Kimsən qabaqma. Gülməyək də ciddi gedək. Qələbə. Qapağı göstər. Tak eləyib düşdü də əməlli. Gözdə burada çəkim. Şık baba. Başıma hara soxam. O takıl deyəndə mənim başıma hara soxam. Pilləkəndən düşdü o. Əminə cırılır gülməkdən. Özü baxıyorum burada. Atmaq istədim. Bildim, rəngi getdi, bu mavi idi. Yo, eləydi. O takıltıdan sonra rəngi də qaçardı onu. İndi Nazənin xanımın fotosessiyaları gedir. Buradan çıxıb evə gedəcəm. Daha doğrusu şəkil çəkdirirsən. Əmin əlimi çox belə qoymayın. Sən ancaq rəssiz. Əmin çox belə qoymaz. Daha doğrusu şey gedirəm. Targoviya gedəcəm. İstanbul üçün Orada. Oba, əsəbləşdim. İstanbul üçün pulları çevirməliyəm dollara. Bir də TL-yə. Onun üçün Targoviya gedəcəm, mamanı gözləyəcəm. Amma Nizamiyə getməliyəm ondan əvvəl. Yəni Takışda da bugün ancaq yollarda bacılar. Və indi sizə arxa kameranı göstərirəm. Mən həmişə qəşəng şəkil çəkirəm deyə bu belə olur. Məkan da belədir, çox qəşəngdir. Dejavudur bu arada adı. Başqa bir. Sakit yerdir, adam azdır. Zeynəbin beyni çönüb nəsə. Elə. Əməkdə biraz güldən. Uşaqlar indi çıxırıq buradan. Burada gizgi var. Bütün YouTube biləcək. Gəlin. Axırıncı dəfə boğaz səni. Dur. Gəlin. 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 Gəlin.
Deyəm mən qutqamı geyinim də. Uşaqlar, sağ olun. Bu videonu burada sonlandırırıq. Bilirəm, biraz qarışıq vlog oldu, amma biz varıqsa məncə o qarışıqlıq o qədər önəmli deyil. Özünüzə yaxşı baxın, sağ olun. Gəl.